Konkret ol dediyim zaten Xalq Cəbhəsini ilk yaradan adamlardanam. İdarə heyətində iştirak eləmişəm. Xalq Cəbhəsinin ilk nizamnamə proqramı mənim əlimdədir, hamısı da. Bunu siz Bir dəqiqə fikrimi qoyub tamam. Və Xalq Cəbhəsinin nizamnamə proqramında aydın şəkildə yazılıbdır ki, Xalq Cəbhəsi yenidən qurmaya yardım məqsədi ilə yaradılmış ictimai təşkilatdır. Xalq Cəbhəsinin nə proqramında, nə nizamnaməsində, nə məhcurəsində, nə milli azadlıq söhbəti yazılmayıb, nə milli azadlıq söhbətindən ümumiyyətlə bir cümlə olmayıbdır. Bunları ilk dəfə siz nə vaxt bildiniz və bilə-bilə nəyə görə ora qoşuldunuz? Yox, deyirəm, nə vaxt bildik? Biz həmin meydan hadisələri vaxtında, biz ki artıq milli azadlıq hərəkatı başladı Çənlibeldə. Çənlibeldən biz milli azadlıq hərəkatı çevrildi meydanlara, küçələrə. Artıq demək zallar, şeylər tutmadı. Həmin dövrdə milli azadlıq hərəkatını boğmaq məqsədi ilə KGB şeydən Moskvadan və xüsusilə Moskvadan daha çox Privaltka üzərindən güya gəldi ki, Xalq Cəbhəsi yaradılır. Və mən də 88-ci ilin meydan hadisələri vaxtı bunu ifşa etdim. Yəni meydanda mənim çıxışlarım var ki, Xalq Cəbhəsi xalqı aldatmaq məqsədi ilə yaradılan KGB-nin oyunudur. Bu oyuna getmək olmaz və bu adamları azadlıq meydanından xalq kütləvi şəkildə az qalıb döydü, qovdu. Və Xalq Cəbhəsini yaradanda kimdir bilirsiniz? İndi Xalq Cəbhəsi deyəndə Xalq Cəbhəsinin kimi nəzərdə tutulur? Əbülfəz bəy də, tutaq ki bu günləri Əli Kərimli misal deyirlər. Partiyanın sədridir. Yox, Xalq Cəbhəsini yaradan kimdir bilirsiniz? Azərbaycanda ideyanı gətirən kimdir bilirsiniz? Zərdüş Əlizadə, Araz Əlizadə, Leyla Yunus, Ələşrəm Hümbətov. Yəni bunlar gətirir. O zamanda mən bunu ifşa etdiyimi harda? İfşa etdiyim mənim o detallar var. Biz dəqiq bilirdik ki, Xalq Cəbhəsinin yaradılmasında məqsəd milli azadlıq hərəkatını boğmaq idi. Və bunun üçün də biz cəmiyyəti aydınlatdıq. Onlar meydandan qovuldu. Yəni meydana imkan vermədilər. Bu hadisənin sonu olaraq mən həbs edildim. 88-ci ilin meydan hadisəsi dağıdılandan sonra mən həbs edildim. Və Məhəmməd Hatəmi Tantəkin həbs edildi. Bir də Siyamək, Güney Azərbaycandan gəlmiş Siyamək həbs edildi.